Çox sağ olun, əziz iştirakçılar, bayram günlərində gəlmişsiniz bura və çox sağ olsun, əziz dostum İlqar müəllim də qapısını bizə yeni ildə açıb, yeni ildə elə belə bir şeylə başlamaq və zikirlə bayram etmək mənim ən çox ürəyimdən olan bir şeydir. Sual da möhtəşəmdir. Bura nə vaxt gəlmişəmsə, ən əsas məni mövzu gətiribdir. Mövzu heç vaxt keçilməz olmur burada. Mənim həyat fəlsəfəm. Gerçəkdən cavan vaxtı, yəqin ki, hamı kimi 20 yaşlarımda çox böyük adam olmaq istəyirdim. Təxmin eləyə bilmirdim nə olmaq istəyirəm, amma alim olmaq istəyirdim. Hələ fizika ilə falan da məşğul olurdum. Sonra neysə yavaş-yavaş bu dəyişdi, fəlsəfəyə doğru getdi. 20'lerin sonuna doğru. Və bu şey bir neçə dəfə dəyişdi. Mən nə üçün yaşayıram? Bir neçə dəfə dəyişdi. Sonra bütün bu istəkləri, arzuları buraxdım. Amma fəlsəfədə də axtaranda xoşbaxtlığı axtardım. Məsələn, ən ilk oxuduğum Nietzsche idi. Gördüm ki, bu adam dəlixanada qutardı həyatını və əsərləri də depressiv idi. Oxudum onu və başa düşdüm ki, mən bunun kimi olmaq istəmirəm. Biraz Schopenhauer oxudum. 90'ların əvvəllərində çox populyar idi. Rusiya Dumasından belə statlarını tez-tez səsləndirirdilər. Və bu da diqqətimi cəlb elədi. Biraz da onu oxudum. Orada da depressiya. Orada da işıq yoxdur. Sonra elə həmən illərdə din təbliğatı var idi hər yerdə. İslama deyim ki, mən ən gec gəldim, çatdım. Birinci xristiyanlıqdan başladım. Küçədə İncil satırdılar. London nəşri çox balaca hərflərlə idi, amma çox nəfis bir nəşr idi. Yalvardım, yaxardım, verdilər mənə o kitabı. Birinci onu oxudum. Sonra Krishnaitlərə rast gəldim. Bhagavad Gita'nı oxudum. Ondan sonra Buddanı oxudum. Artıq rus tərcümələri var idi. 72-ci ildə belə bir kitab çıxmışdı, Şərq fəlsəfəsi. Belə Zərdüştü oxudum, ora, bura. İslama ən axırda yaxın gəldim. Bir də bir uçurum yaranmışdı mənim içimdə. Həm oxuduqlarımız, həm müəllimlərim dolayısıyla, həm təqdimatlar dolayısıyla yetərli qədər bir uçurum yaranmışdı İslamla bağlı məndə. Ona ən gec gəldim, çatdım. Hardasa 40 yaşlarımda. Və ona qədər artıq müdafiə eləmişdim, alimlik adı almışdım. Amma əsl alimliyim onda başladı mənim. Oturdum və səhər axşam başladım Quran oxumağa. Odur budur, 20 neçə ildə artıq dəqiq deyə bilmərəm. 2001-dən təxminən bu yana hər gün Quran oxuyuram və Quranı anlamağa başlayınca, orada açarlarımı tapdıqca geri dönüb şərq fəlsəfəsini bir də oxumağa başladım, hələ də oxuyuram. Bax, məndə proses belə gedir. Və niyə görə onları oxuyuram? Çünki bu kitablarda xoşbaxtlıq var. Bir Zen ustadının yanına birisi gəlir, bir video görmüşdüm. Ustadının yanına birisi gəlir, yəqin ki, sual vermək istəyir ona, qərblidir, tələbədir. O da elə ona baxır, gülümsünür, baxır, gülümsünür. Sonra birdən əlini atır onun alnına, qaşlarının düyünlənmə yeri var. Məndə də düyün yaranıb da o axtarışda olan illərimin nəticəsidir. Burada bir çapıq da yaranıb məndə. Əlini atır, belə düyünlərini belə açır ki, və heç nə də demir. Ya görünür ki, dilini də bilmir də. Mənim o qədər xoşuma gəldi ki, müdriklüyü bu torpaqlarda biraz da yanlış təbliğ eləyiblər.
Müdriklük az qala dərd çəkməkdir. Füzulinin belə heykəlini qoyublar, belə qaşları da uçur göyə. Pis mənada demirəm, o dərd şeyi, o ağlaşma, o fəlakət, bu oturubdur adamların psixikasına və elə görünür ki, insan həqiqəti tapanda böyük dərdlər çəkir. Yox, insan həqiqəti tapanda böyük yük çəkəcək. Bu ilə razıyam. Çiynində izi də qala bilər yükün. İnsan həqiqəti tapanda böyük yük çəkəcək, amma dərddə, zillətdə olmayacaq. Gerçəkdən böyük sözdür ki, zillət bizə yasaqdır. Amma belə bir yanlış anlaşma var da ki, güya insan ağıllandıqca bütün dünyanın dərdini çəkir, çox belə depressiv olur. Qətiyyən elə deyil. İnsan həqiqətə çatınca onun alnındakı o düyün açılır, onun üzü gülür şükranlıqdan. Həqiqətlə təmasdan hədsiz dərəcədə bir hüzur tapır. Həqiqəti hətta belə axtarın, hüzurla. Hüzur yaranırsa, biraz da çox qazın oranı. Biraz da çox qazın hüzurun lap mənbəyinə yaxınlaşacaqsınız. Həqiqəti hüzurla axtarma, həqiqəti dərdlə axtarırlar və tam yanlışdır. Elə olsaydı, mən Nietzsche'ni seçərdim. Və ona görə də şərq fəlsəfəsinə qapıldım və odur budur, şükür Allaha, xoşbaxtam o ilə. Çünki bu kitablarda böyük bir sevinc var, böyük bir güc var. Həqiqətən də Allahı zikr etməklə hüzur tapa bilir ancaq qəlblər. Başqa yolu yoxdur. Allah insanı belə yaradıbdır. İnsan nə qədər ki Allahı tapmayıb, onun qəlbi eşqdə yarından uzaq düşmüş adamın qəlbi kimi bürüşmüş olur. Dərd çəkir. Onun dərmanı Allahdır. Mütləq dərd çəkəcək. Biz yaşaya bilərik, Allahsız da yaşaya bilərik. Nə olub ki belə mütləq elə dinin propagandası ilə məşğulsuz, mənə tez-tez deyirlər. Allahsız da insan xoşbaxt ola bilməzmi? Baxın, necə xoşbaxt olur. Bu yaxınlarda maraqlandım, gənclərin bir çoxsu antidepressant içir, xəbəriniz varmı? Alışıblar. Dünya üzrə maraqlandım, dəqiq statistika aparmırlar, amma 20 milyard dollara yaxın hər il antidepressant satılır. Özdə bilirsiniz, hansı ölkələrdə daha çox xərcləyirlər onu? Amerikada, Kanadada, Avstraliyada, İslandiyada. Çox qəribədir. Baxırsan ki, şimalda deyəlim ki, depressiv ölkələrdir, işığı düşmür. Ona görə İsveçdir, İslandiyadır, İngiltərədir. Yox, Avstraliyada var olan içində. Gün boyu təpələrinə döydüyü bir ölkədə də var. Kanadada da var. Amerikada da var. Az qala 20%-ə yaxınlaşır əhalinin. Az bir şey deyil. Niyə görə? Çünki yarada bilmirlər burada dopamin, serotonin, noradrenalin. Nə gücləri var, nə enerjiləri var, nə sevincləri var, nə dayanıqlıqları var stresə qarşı. Yıxılırlar həmən. İnsanın gücü yoxdur, çünki insanın Allahı yoxdur. Ya bəs siz yaşaya bilirdiniz? Niyə bu qədər medikamentoza ehtiyac hiss elədiniz? Hələ mən demirəm ki, nə qədər alkoqol tükətilir dünya üzrə. Nə qədər? İnsanlar var ki, hər gün içməsə yaşaya bilmir. Sevinc ala bilmir həyatdan. Möminə içmək ona görə yasaq deyil ki, təkəbbüründən. Çox insanlar görürəm, belə təmizliyin özünü də təkəbbürə döndəriblər. Mən içmirəm. Nə olar, sən içmirsən, içmədə haykü niyə salırsan ki? Sən içmirsən, içmə. Daha haykü niyə? Öyünür axı. Bu
yazıq içir ona görə ki, başqa sevinç tapa bilmir. Sən tapmısan Allahı, nətərsə bölüş də yazıqdır. Amma insanlar bu vəziyyətdədir. Konsert, yüksək səslə musiqi, çox yüksək səslə qulaqların pərəsi dağılana qədər unutmaq istəyir özünü. Yarada bilmir özündə sevincisi və enerji də yarada bilmir. Siz təsəvvür edin, Budda yazır ki, müdrik adamı bundan tanıyarsınız. Hüzuru var, enerjisi var. Enerji nə üçündür? Xidmət üçün. Hardan alacaqsan o enerjini? O sənin beynində yaranmalıdır. Beyin də ancaq Allahı zikr eləyəndə onu yaradır. Xoşbaxt olur. Kimin iti varsa bilir, sahibini görəndə elə xoşbaxt olur, elə xoşbaxt. Bəzən video çəkirlər ki, 6 aydır, 3 ildir sahibini görmür, it nə cür atılıb düşür. İstismar eləyirlər duyğuları. Mənki yarım saatdan sonra o cür atılır düşür. Get ginən 2 saatlıq çıx ginən, qayıdıb gələcəksən, o səni yenidən tapmış kimi sevinir. Və deyir, tomografiya eləyiblər, baxıb görüblər ki, onun itin beynində o sahələr aktivləşir ki, insan öz sevgilisini görəndə o sahələr aktivləşir. İtin burnuna qoxusunu veriblər sahibinin və yad qoxular veriblər. Həmən sevgilisini görürmüş kimi hiss yaranır. Beynində xoşbaxtlıq yaranır. İtdə çox böyük ayə var insanlar üçün. Bilmirəm, müsəlmanlar arasında it o qədər populyar deyil. Mənə də yazırlar, utanmırsınız, it saxlayırsınız evdə. Keyfimdən saxlamıram, həmişə də deyirəm. Yoldaşımın tərcihi oldu, amma indi saxlayırıq da, başqa çıxış yolumuz yoxdur, küçək atası deyilik. Və ondan da öyrənirəm. Hər halda Allah onu gətirib bizim evə ki, mən ondan bir şeylər öyrənim. Və kaş ki, biz Allahı, o it bizi sevən qədər sevə biləydik. Əməlli başlı sədaqət nümunəsidir. Hə, bir də insan kimi azması da var. Getdi, gördü, burada bir dişi it gördü, qaçdı, sahibini də unutdu. Pişik gördü, tamam, dartındı, çıxdı, getdi. Eynən insan kimi, nəfsli varlıqlar, hamısı eyni xarakterdədir. Bir dənə kənar bir qıcıqlandırıcı oldu. Həmən sahibini unudacaq, qaçıb gedəcək. Öyrənməli çox şey var itdən. Və həm də əsas mənbəyi, hüzuru. Bax, təsəvvür, gəlir oturur sənin ayağının altında, heç nə lazım deyil ona. Unuduram bəzən suyunu verməyi, sən demə, yarım gündür su qoymamışam qabına. Amma bir şikayət eləyərmi? Gəlir oturur yanımda, mənə baxır ki, bəlkə yadıma düşər. Amma xoşbaxtdır. Səbr eləyir və xoşbaxtdır. İnsan didib dağıdardı. Evdə su yoxdur, sən də oturmuşsan burada. İnsan didib dağıdardı. Və insanın xoşbaxtlığı elə yaranıb ki, insan Allahı tapmasa xoşbaxt olmayacaq. İndi gəlin, baxın, nə yaradırlar bizim cəmiyyətdə? Şikayət simfoniyası. Ardı arası bitməyən şikayət. Hər videomun altına yazır. Yaxşı deyə, xalq acından ölür, ondan danışır. Depressiyası üçün nəsə bir malzəmə istəyir. Hə, çox pis yaşayırıq. Sakitləşəcək. Bu da qəribədir. Depressiv vəziyyətdədir. İstəyir ki, onun depressiyasını dəstəkləyim, ürəyi şad olsun. Çox pis yaşayıram. Bilirəm, sən çox pis yaşayırsan. Amma mən yaxşı yaşayıram. Mən şükranlıqla yaşayıram. Bununla da bölüşürəm. Mən depressiyamla niyə bölüşüm axı? Depressiyası ilə bölüşmək namərdlikdir, yaramazlıqdır, tərbiyəsizlikdir. Şərqdə həmişə bunu biliblər. Qərbdə bunu təzə-təzə öyrənirlər. Çıxırlar küçədə, hamının üzünə gülümsünürlər. Şərqdə bunu həmişə biliblər. Atası rəhmətə getsə belə, balası rəhmətə getsə belə, Yapon işçilər işə çıxacaqlar və üzlərində lazım ifadə olacaq. Sifət asmayacaqlar.
Çünki başqalarının günahı yoxdur ki, sən dərd içindəsən. Onu yoluxdurmaq nə deməkdir? Var elə yoluxduranlar. Xəstədir, xəstəliyini yoluxdurur. Təhlükəli xəstəliyini belə yoluxduran axmaqlar var, manyaklar var. Bu da həmçinin Kafkalar, Dostoyevskilər, Gogollar depressiyalarını yayırlar. Yaxınlarda ağsaqqal bir filosof çıxdı. 2 dənə depressiv müəllif adı çəkdi. Gogol'u, Kafkanı, bir də Nietzsche'ni deyir. Birindən deyir, həyatı öyrənmişəm, o birisindən insanı öyrənmişəm. İstədim deyəm, elə ona görə bugün də səndə. Budda sənin haqqında deyərdi ki, qoca Hacı Leylək balığı olmayan göldə son günlərini yaşayır. Yoxdur orada balıq. Gölüvü də tapa bilmədi. Cəmaat da bəhbəhlə qulaq asır. Bu qədər yaşayıb, bilə bilmirsən ki, Kafka xəstə idi, sən bundan nə götürürsən? Bu depressiv bir adamdır. Budda isə deyir, biz çox xoşbaxtıq, üzülənlər içərisində çox xoşbaxtıq biz. Tamması var, belə tamma padada. Bir neçə tamma bu cür başlayır. Dərd çəkənlər içərisində dərd çəkməyən bizlər çox xoşbaxtıq. Bir də mən Allahın sözlərini hər yerdən öyrənirəm. Bu da mənim fəlsəfəmin bir hissəsidir. Mənim üçün bir fərq yoxdur. Quranda o ayəni oxuyanda o qədər rəqs eləmişəm ki. Biz deyir, sənə yeni bir şey demirik. Sən yeni bir şey deyilsən Peyğəmbərlikdə. Və sənə dediklərimi o birisilərinə demişik. Və müsəlman o kəsdir ki, sənə və səndən əvvəl göndərilənlər arasında fərq qoymaz. Rast gəlmədim elə müsəlmana. Qıcıqla rastlaşdılar mənim Buddadan, Konfutsudan sitat gətirməyimi. Amma mən onlara girdim, gördüm, bu Allahın lütfü burada da var. Mənim üçün ruhaniyyatın qanunları fizikanın qanunları kimidir. Heç umurumda deyil ki, onu Alman Ohm kəşf eləyir, sonra İngiliz Newton kəşf eləyir, ya bir Fransız kəşf eləyir. Heç umurumda deyil. Ya umurumda deyə sayğılımız, hörmətimi də ifadə eləmək lazımdır. O adam ki, o adamın vasitəsilə bu bilgi gəlibdir, o sayğını mütləq eləməlisən, yoxsa o bilgi də gəlməz sənə. Mərifət önəmlidir. Amma yəni onun kim olmasının nə əhəmiyyəti var? Get öyrən, Çində belə olsa elm, get öyrən deyən Peyğəmbərin ümməti Konfutsudan sitat gətirən filosofa ağız əyədə bilir. Təkəbbürdən damsı. Elmi özlərindən çox sevmirlər. Elmi gərək özündən çox sevəsən. Və təkəbbür səni elə öz dininin içində də qaplaya bilər. Öz dinində təkəbbürə qapılıb yolunu qapada bilərsən. Ona görə yollar qapanır. Çox adamda da. Adam neçə ildir? Mən məsələn soruşuram, nə vaxt? Deyirəm, artıq 20 il ibadət etsən, yolu tapacaqsın. Şərqdə 12 il də deyirlər, bilmirəm, belə xoşbaxtlar ola bilir. Mənə geç çatdı. Mən ümumiyyətlə biraz tupoy kimi olmuşum. Hər şey mənə çox geç çatıb. Amma bir 20 il, 50 il ibadət eləyənlər var, bir yerə çıxa bilmirlər. Çünki öz dininin içində təkəbbürə boğulub. Mən xüsusiyəm, mən ən yaxşı, ən son, ən super dinin nümayəndəsiyəm. Hər şey də məndə əladır. Bu elə təkəbbürdür, xəbəriniz yoxdur. Oxumayın başqasını. Orada heç yaxşı şey ola bilməz. Xeyr ola. Hardan gəldiniz siz bu fikrə? Necə o yaxşı bir şey ola bilməz? Oxumusan? Yox, oxumamışam, amma bilirəm. Təkəbbür elə budur da. Yox, təhlükəlidir ki, oxumaq da lazımdır. Deyirəm, təkəbbür elə budur da. Məni isə çox narahat eləyib həmişə gəncliyimdə. Necə olur ki, bütün dinlərdən müdrik adamlar çıxır? Necə olur bu? Bizim məqsədimiz ibadətin şəkli yox. Xeyirli insan olmalıdır. Onda bizim ibadətimizə korreksiya vermə imkanımız var. İnsanı tanıya bilməliyik bizim qəlbimiz.
İnsanı tanıya bilmirdilər. Peyğəmbərləri öldürənlər onlardı. Çünki gələndə insanlar gəlib insanların içərisinə. Deyib, bax, sənə bir zərər toxundurmuram. Deyirəm ki, tərəzivi düz tut. Deyirəm ki, ikili standartla yanaşma cəmaata. Bu da bir xüsusiyyətim. Mənim üçün heç bir fərq yoxdur ki, o hardadır. Amma təbii ki, açarı Qurandan tapmışam deyə orada. Hə, bütün sualların cavabını bilirəmmi o dinlərdə də? Yox, heç mən Qurandan bütün sualların cavablarını bilmirəm. Mənə müəssər olanları yeyən adamam. Mən anladığım ayəni oxuyuram, anlayıramsa, mən onu çox-çox istifadə edirəm, çox-çox təkrarlayıram, çox-çox sevirəm o ayəni. Çox-çox ürəyimə yaxıram onu. Anlamadıqlarımda qalıb yıqıraqda. Çoxdur. Dostlarımdan var. Anlamadığı şeylər ya. Bax, sən hər şey bilirsən, bax, orada bu ayədə deyirəm, valla bilmirəm. Mən də bilmirəm. Bax, görsən, burada problem var. Bax, deyirəm, yox, mən də bilmirəm. Bax, bilmirsən, nə təril alırsa? Deyirəm, bilmirəm, amma ki, hər şeyi mən bilməliyəmmi? Yox ki, bu elm tərəfdarları bütün tibbi bilirlərmi? Adicə bir dənə qrip gəldi, hamısı durdu bir qırağa. Ona qədər deyirlər ki, maska taxmaq ancaq xəstələr üçün olmalıdır. Sonra sağlamlara da maska taxdırırlar. Bütün kitablar alt üstə oldu. Ağzını açan alimi də ağzını yumdular. Deyirəm, ayaq, sizin özünüzün cəbhəvizdə, yəni maarifçilik cəbhəsində qarma-qarışıqlıqdır. Yox, sən bilirsən, bu telefonun içində nələr var, hamı bilirmi? Bilmirik, bir-iki dənə düymə bilirik, işlədirik də. Biz də bilmirik. Hər bir ali riyaziyyat kitabını alıb elə bütün hamımız riyaziyyatdan biraz xəbəri olan onu başa düşürmü? O diferensial tənlikləri, o integralları. Baxırıq ki, belə əyrim-əyrim şeylərdir. Bunu bilənlər var. Amma mən bilmirəm. Eyni zamanda o biri tərəflərdə də bilmədiyim ki, amma mən bildiyimlə, nətər meşəyə girirsən, anladığın göbələkləri yığıb yiyirsən də, anlamadıqları niyə yiyirsən ki, zəhərlənə də bilərsən. Amma o meşənindir, o meşənin ekosisteminə lazımdır o. Praktikliyi də təzədən öyrətmək lazımdır. O ilişir, ya mən bütün meşəni tanımalıyam, ya da mən meşəyə girəndə ölüm. Nə deməkdir ki? Tanıdığım meyvələrdən yiyin. Hər şeyi izah eləmək zorunda deyilsən, o da təkəbbürün ifadəsidir. Hər şeyi bilmək də, hər şeyi izah etmək zorunda qalmaq da təkəbbürün ifadəsidir. Təkəbbür də insanı xoşbaxt olmağa qoymur. Bu mənada elmin harda olmasının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Və fikir verdim ki, hər dindən müdrik adam çıxır. Bununla işləmək lazımdır. Allah da deyir. Bütün o dinlərdən də adlarını çəkir, orada bilinənlərin, bilməyənlərin adını çəkmir. Doğru işlər, xeyir işlər görüb, Allahı zikr eləyənlər, ahirəti zikr eləyənlərə zaval yoxdur. Aha. Baxırsan ki, o bir dinlərdən də çıxır müdrik adamlar. Və hətta sənin sevmədiyin təriqətdən də çıxır müdrik adamlar. Özü cilovlayın. Nə qədər ehtiras buraxırlar kinə, küdurətə, ayrımçılığa. Çoxlu enerji xərcləyirlər. Ona görə işləməyə də, xidmət eləməyə də enerjiləri qalmır. Qeybət də onun çoxsu. Qeybət xarakterlidir. Ayrımçılıqları çəkmək, cizgilər üzərinə enerji. Amma gerçəkdən insan həqiqətlə həşr nəşr olubsa, həqiqəti sevirsə, həqiqət də onu sevirsə, onun enerjisi də yaranır işləməyə. Mənim ustadım Asifata, o da bir tam başqa bir maraqlı adam idi. Onda qüsurları var idi, amma ondan mən çox şeylər öyrənmişim. Bir dəfə belə yarı depressiv hala düşmüşdüm. Gənc idim də, hər şey mənə sıxırdı. Pulsuzluq falan, perspektivsizlik. Mənə belə bir söz dedi, belə kəndçi. Şəhərdə yaşayırdı, amma kəndçiliyi nəmiş saxlamışdı. Dedi, oğlum, gördün ki, yoruldun,
Külüngüyü qoy yerə, belə alnını sil, dincəl, sonra külüngüyü yenə götürərsin. Bir dənə belə sadə bir cümlə mənim illərdir ağlımdan çıxmır. Mənə fəlsəfi formul vermədi, hansısa bir filosofdan sitat gətirmədi. Belə bir epizodik belə əli ilə də göstərdi ki, bax, belə külüngüyü qoyur, yəni sən Fərhadsan, unutma. Sən işləyəcəksən, gözəl işlər görməyə çalışacaqsan. Hə, yorulanda bunu depressiyaya bağlama, yorulanda yat dincəl. Qalx yenə başda işləməyə, işin səni gözləyir. Necə müdrikcəsinə bir şey. Adamlar yorulanda yorulmağın səbəbini də bilmir. Deyirəm, sən yorulmuşsan, dincəl sadəcə olaraq. Yayma inan bu deyək. Yox, mütləq bu dəqiqə səbəbində. Saat 1-dir, yorulmuşsan sən artıq. İnsan balası bu vaxta kimi qalmaz oyaq. Saat 10-da 11-də yatmağa adət eləyin. Yuxunu sevin. İşi sevirsinizsə, yuxunu da sevin. Adamlar sevmirlər, nə yuxunu sevmirlər, nə işi sevmirlər. Heç nəyə də vaxt daha yoxdur. Nəysə. Hə, bir də İlqar müəllim dedi ki, məsələ, özüm bu şeylərdə düşəndə nə edirəm? Mən bir yoqada öyrənmişəm həyatımın bir vaxtında. Orada yaxşı təmizlənmə texnikaları var. Yoqada çox dərin bir elmdir. İnsanın depressiyası çökür birinci onun nəfəsinə. Fikrin öz nəfəsi vardır. Hər insanın, hər düşüncə adamının öz vibrasiyaları vardır. O vibrasiyalar çökür onun nəfəsinə. Nəfəs təkrar eyni fikirləri istehsal eləməyə başlayır. Məsələn, şikayətçi biraz otursun sənin yanında, nəfəs alsın, başlayacaq şikayət istehsal eləməyə. Çünki onun nəfəsinin ritmi elədi. Yoqada pranayama var. Nəfəsi təmizləmək vasitəsilə depressiv fikirlərdən uzaq durmaq və xoşbaxtlığa gəlmək. Bir də şərq fəlsəfəsində bu fikir var ki, bədbəxtlik kir kimi bir şeydir, psixoloji kirdir. Onu yuyub təmizləmək lazımdır. Onu yuyub təmizləyirsən, altından xoşbaxtlıq özü parlayır. Onu çağırmaq lazım deyil, yaratmaq lazım deyil. O sənin fabrik ayarlarındadır. Məsələn, uşaq ac deyilsə, onu bir şey incitmirsə, sıxmırsa ayağını, əlini, o mütləq xoşbaxt olmalıdır. Və insan da belədir. Amma insan gəlib ona çatıb ki, ac deyil, amma yenə xoşbaxt deyil. Çox adama deyirəm, qəhvaltı yemisən bu sabah? Şikayət eləyənə. Nahar eləmisən? Deyir, hə. Niyə xoşbaxt ölsən ki? Valla bir o anekdot var idi, deyəcəkləmişməm, nə anekdot danışır. Birisi ölür, eşəliyirlər, cibindən yarım litr araq tapırlar, soğan tapırlar. Birisi də baxır kənarda, deyir, bunun deyir, arağı da varsa, bu niyə ölsün ki? Sən yemək yemisənsə, nəfəs alırsansa, sənin xoşbaxt deyilsənsə, sən günah sənin özündədir. Deyir, elə hər şey yemək içməkdir. Yemək içməyə möhtac qalacaqsan, onda başa düşəcəksin. Kasıblıq onun üçün mövcuddur yer üzündə. Bəzilərinə elə gəlir ki, kasıblıq sosial bir bəladır, onu mütləq aradan qaldırmaq lazımdır. Bayaq sıraladığım ölkələrdə ən böyük antidepressant içirlər. Kasıblıq da yoxdur orada. Kasıblıq ruhani bəladır. Bir adam Allahın nemətlərinin qədrini bilmirsə, onu məhrum buraxmaq zorunda qalır Allah. Ki o nemətlərin qədrini bilməyi öyrənsin. Şükr etməyi öyrənsin, şükranlığı da gerçək olsun, təbii olsun. Vallahi billah, mənəvi körlük yaranır. İnsan kasıb olur, həqiqəti yaxalayır, varlanır. Onun uşaqları uşaqlıqdan zənginlik görürlər, həyatları məhv olur. Heç nəyin qədrini bilmirlər.
Atası öləndən sonra burada səfalət başlayır. Onun nəvələri bir də səfalətdən başlayır dirçəlməyə. Elə yellənçək kimi. Yellənçək kimi. Mütləq hər nəsil məhrumiyyətin nə olduğunu bilməlidir. Avtobusa minim, yoxsa qatara minim deyə düşünməlidir. Buna pulum çatacaq, yoxsa buna pulum çatacaq. Mimino filmindəki kimi çayın, kofenin pulunu soruşur, sonra deyir çay ver ki. Biri 5 qəpik idi, o birisi 3 qəpik idi. Deyir çay istəyirəm. Hələ deyir Zdaçinin adı. Orada da bir səxavət göstərmək istəyir. Yəni insan bu hala düşməlidir. Bu nə üçün lazımdır? Bir damla suyun əhəmiyyətini bilmək üçün, xardal toxumu boyda olan xeyrin, xardal toxumu boyda olan şərin fərqindəliyinə yetişmək üçün kasıblıq adlı bir nemət mövcuddur. Deyəcəklər bunu qulaqsa, buna bax, nə tər deyir, hökumət işləyir, kasıblığı reklam edir. Mən neyniyim? Bu bizim egzistensiyamızın ayrılmaz bir hissəsidir. Mən nə qazanmışamsa kasıbçılığımda qazanmışam. Nə toplamışamsa o veyl-veyl küçələrdə gəzdiyim anlarda toplamışam. Həyatın qədrini insan fəqir olanda bilir. Maalesef zənginlikdən buna yol tapmaq çox çətindir. Demirəm mümkünsüzdür. Amma çox çətindir. O yoldur. Bir çox insanlar, bax, yaxşılıq nədir? Yaxşılıq, böyük bir məhrumiyyət içində olan adama Allahın sevgi mesajını verir. Bir tikə çörək verirsən ona, kövrəlir, ağlayır. Dönər verirsən, kövrəlir, ağlayır. O məqam üçündür. Sən onu qaldırası dözsən. Sən onu işlə təmin eləyəsi deyilsən. Sən onu onu Allah eləyəcək. Səndən onun qəlbinə o toxunuşu eləməkdir. Səndən kimsən ki, cəmaatı zənginləşdirəsin? Cəmaatı kasıbçılıqdan çıxarasın. Ehtiyatlı olun. Siz də batırarlar. Çıxara bilmirsiniz zaten. Bir çox eksperimentlər danışıblar mənə, məsəl üçün, gəl bu adama kömək eləyir, adam bir də batır. Kömək eləyir, adam bir də batır. Çünki o elə belə batmış, səbəbi var ki, o batır. Sən ona yalnız mərhəmət göstərə bilərsən. Ki, Allahla rabitəsi bərpa olsun. Onu çıxarında Allah çıxaracaq. Və o bayaqki şeyə qaydıram. Xoşbaxtlıq, bədbəxtlik kir kimidir insan qəlbinin üzərində. Ona görə də mən təmizlənmə texnikalarından istifadə edirəm, o cümlədən yoqadan. Və o pranayamada nəfəsdə oturur. Nəfəsdə uzun müddət qalandan sonra oturur bədənə. Məsələn, beli də əyri olur, ondan sonra yer işinə oturur, kaslara oturur. Ona görə yoga onların da işlənməsi üçündür. Oradan da o informasiyanı silir. Bəli, həmin mənim nəsə deyirsiniz? Bir xırda bir şey deyərdim sizə. Buyurun. Bayaq siz yamaq və yəni nəfəs almaq. Bizim əruzda bir sözdə bəhirlər var. O nəfəs almaq. Bizdə o nəfəs alma var, pranayama olan. O şiir yazmağa qeymət edir. Əruzçular şiir baxır. Bizdə ritm. Ondan da şiir yaranır. Məsələn, ilahi şiir. Onları isə sizin pranayamada sırf bədəni tərbiyə etmək, bədəni diriltmək. Avropada ondan Kalatrov nəfəs alma deyil. Stanislav Grof. Nəfəs alma ilə müalicə olunur bir çox sağalmaz xəstəliklər, yəni nəfəs almaq və nəfəsi vermək də olan o, siz dediyiniz bir şeydir. Zamanı da o cür ayarlayırlar. Çox diqqət bir məsələdir. Üstün əldən bağlı olar. Düz. Çox sağ olun. Bu bədənə də oturur. Uzun müddət dərd çəkmiş adamı qədd əyilir. Ona görə onun qəddini düzəltmək lazımdır. Taleyini düzəltməyə, onun qəddini düzəlməkdən başlayır. Ona görə yogada bir hatha yoga hissəsi var.
pranayama hissəsi var və kriya texnikalar da var. Onu sonra sufilər də aldılar. Təmizlənmə şey. Hərdən göstərirlər onu, gülürlər. Bizim Dəli Kürkdə də gülübdü ona şey. Oynayırlar, oppanırlar, düşürlər. O, məsələn, Oşoda o dinamik meditasiyadır. Amma bu texnikalar var. Müridizmdə var şeydə, Çeçenlərdə zikr edirlər, ayaqların yeri döyürlər. O çox önəmlidir. Başa düşürsünüz? Çox idman, məsələn, heç nə olmayanda uzaq başı deyirəm, get bir 2 saat qaç. Dili bayırda olan adamın depressiyası olmur. Deyən. Nə idi sənin problemin? Həmən vaxtda soruşun ondan. Deyəcək, nə problem? Bədəni ilə uğraşır. Qaytarmaq lazım adam bədəninin səviyyəsinə. İnan ki, insan şükranlığı itirir, bədən səviyyəsinə qaytarmaq lazım olur ki, bir də açarı tapsın, gəlsin. Bir də indi insanlarda bir şeylər yaranıbdır. Diksinmə yaranıbdır. Nə bilim, kompulsiv, obsessiv komplekslər yaranır. Adamlar hər şeydən, adını qoyurlar gigiyena. Gigiyenanın özü də bunu xüsusi araşdırmaq lazımdır. Belə sağlamlıq adı ilə rasional gəlir, çıxır. Amma bu da insanların bir-birindən ayrı düşməsinə səbəb olur. İzolyasiyada yaşayan adam depressiyaya məhkumdur. Vallahi əvvəllər insanlar heyvanları ilə bir yerdə yaşayırdılar. Unudublar adamlar bunu. Qoyunla, inəklə ölməyəcək ki, heyvan qışda. Bir yerdə yaşayırlar. Avropada da belə olub, Şərqdə də belə olub. Saramagon bioqrafiyasında rast gəldim ki, deyir, nənəsi, babası çoşqaları doğulanda balaca çoşqaları yorğanın altına götürülmüşlər. Və bu da bir insanlıq imiş ki, donmasınlar. Bir çoxunun kafası atar bunu eşidəndə. Bir qabdan yemək yeyirlər, hərənin qaşığı olurdu ancaq. İndi çox gigiyenik olmuşuq. Bu da ayrılığa səbəb olur, dəhşətli dərəcədə. Mən klinik psixoloqam, gözəl insan. Bunun çox böyük, geniş bir izahı var və həmişə də olub bu. Tamam, hə. Bax, bu əvvəllər insanlar icma yaşayırdılar, çox belə birgə yaşayırdılar. İndi izolyasiyalı yaşama üsulu var. Qaynana ilə yola gedən gəlin tapsaz şəklini çəkin. Qırmızı kitaba salın. Qəbul eləmir. Yaxşısını da qəbulləmirlər, pisini də qəbulləmirlər. İstəmir kimlənsə bölüşsün həyatını. Gigiyenasıdır bunun. Adamlar ayrı düşürlər bir-birlərindən. Hindistanda bəzi köhnə filmlərdə baxıram, ana öz balasını əlindən yedizdirir, böyük olanda belə. İndi diksinərlər anasının əlindən yemək götürməyə də. Bizim depressivliyimizin bir tərəfi də adamlardan ayrı düşməkdir. Nəysə, bir də qaydıram ora. Mənim həyatımda Türkiyə dövründə biraz depressiyaya yaxın bir halım olubdu. Onda mən oturdum kriyalara. Bir xeyli təmizlənmə. Amma təmizlənmə təkcə kriya deyil. Şərq texnikasında, məsələn, xeyr əməllər eləməkdə təmizləyir adamı. Pul xərcləyirsən xeyr şeydə. Zəkat zaten elə təmizlənmək deməkdir, hərfi mənası. Bu şeyləyir. Sonra oruçdan istifadə eləmək lazımdır. Olub məndə çox uzun dövrlər, mən peş-peşə, arxa-arxaya, məsələn, oruç tutduğum vaxtlarım olubdu. O da çox yaxşı təmizləyir. İnsan təmizlənə kimi xoşbaxtlıq qayıdır. Və mən bunu tapdım. Ki, depressiyadan çıxmağın yolu təmizlənməkdir, köhnə şeyləri buraxmaqdır. Bunun üçün yogadan da istifadə edirəm. Və o təmizlənən kimi ilkin ayarlar xoşbaxtdır. O Quranda ayə var, mən sizi bədbaxt olasınız deyə yaratmamışam. Biz xoşbaxtlıq üçün, xidmət üçün yaranmış varlıqlarıq və əgər bədbəxtlik bizə doy gəlibsə, bu zahiridir. Bu periferikdir. Ən dərindəki deyil. Ən dərindəki ilə bunu bərpa eləmək
mümkündür. Və başqa bir sirrim falan yoxdur. Bax, bu təmizlənmədən çox istifadə eləməyəcək. Ən fərqli üsul, o üsulu, bu üsulu, hamısını eyni vaxtda. Bu adamı formada saxlayır. Bu ilhamlı bir vəziyyətdə saxlayır. Əks halda insan tez köhnəlir. İnsan elə yaradılıb ki, baxın, o hər gün mütləq yuyunmalıdır da, yoxsa kir basır onu. İnsan ruhu da elədir. O bir vəziyyətdə qalma, o təmizlənməyin yollarını tapmalıdır ki, həmişə sağlam qalsın. Sağlamlıq təmizliklə bağlıdır, təmizlənməklə bağlıdır. Bu depressiya ilə mənim mübarizəm yalnız var. Bir də meditasiyalar var. Ağlın təmizlənməsi, zikir. Onu da eləyirəm. Təbii ki də namaz da bunun içindədir. Gedirsən, yapışırsan Allahın ayaqlarından, tapşırsan özünü ona. O da çox yaxşı. Adam təmizləyir, şeydir, sakitləşdirir. Metodlar var, o metodlardan yararlanmaq lazımdır ki, və təmizlənəndə sənin yolun da sürətlənir. Məsələn, kirli halda 10 il gedəcəyin yolu təmiz halda 6 aya gedə bilərsən. Məsələn, yolda nə ilə ölçülür? O həqiqətlərə ki, əvvəl boylana bilmirdin, onlara daha rahat boylanırsan. Bir də xoşbaxtlıq duyğusunun qradasiyası artır. Məsələn, gördüyün sənə çox həzz verə bilir. O uşaqlıqda olub bizim hamımızda. Uşaqlıqdakı təəssüratlarımız çox parlaqdır, çox aydındır, çox həzz vericidir. Sonra biz bunu yavaş-yavaş itirdik. Kirlənə-kirlənə nimdaşlaşdı hissiyatımız və bu şeyləri itirdik. Ona görə qaydanda təmizliyə, o insanın xoşbaxtlığı bərpa olur. Bu qədər deyəcəyim. Başqa sual olsa yenə olar.